Bugünkü dərsdə biz yenə də müstəvi məsələsi ilə məşğul olacağıq. Ekranda gördüyünüz iki addımlı çərçivəni həll edəcəyik. Çərçivənin ölçülərini, çərçivəyə tətbiq olunmuş qüvvələri ekranda görə bilirsiniz. Lira proqramını işə salaq. Model Type pəncərəsində müstəvi məsələsi üçün 3 sərbəstlik dərəcəsi seçilir. Fayla ad verilir. OK düyməsi sıxılır. Bu pəncərələr bağlanır. Keçirik. Frame, pəncərə. X oxu üzrə veririk. 3 metr 2 ədəd. Z oxu üzrə 6 metr 1 ədəd. OK. Bizə lazımdır ki, bu sütunlar 4 metr olsun. Bunun üçün bu iki düyünü seçirik. Move əmri ilə Z oxu üzrə 2 metr yuxarı gedirik. Yəni 4 metr, 6 metr. Bu elementi, diagonal üzrə elementi əlavə etmək üçün add elementindən istifadə edərək bu iki düyünü bir-birinə bərk edirik. Diqqət yerin ki, bu dayaqda oynaqlı, tərpənməz birləşmədir. Bu iki dayaqlarda isə oynaqlı, tərpənən birləşmədir. Bu ikisində Z oxu üzrə reaksiya var. Bu dayaqda Z və X oxu üzrə reaksiya var. Bunları sxemə tətbiq etmək üçün Node Select Node-dan istifadə edərək seçirik və Restraints X, Z. Ona görə ki, biz X, Z müstəvisindəyik. Digər düyünlərdə isə yalnız Z qalır. Gördüyünüz kimi bu düyündə moment var 2 ton metrəyə. 1 metr aşağıda isə burada üfüqi qüvvə var 5 ton. Səpələnmiş yük var 3 ton. Trapezivari səpələnmiş yük var 2 tondan 4 tona. Bu qüvvələri tətbiq edək. Seçirik birinci düyünü. Ekrana perpendikulyar ox Y oxudur. Ona görə də qüvvələr bölməsində düyünlər ətrafında yük vermək üçün Load on Node seçirik. Açılan pəncərədə biz qlobal oxlar üzrə verəcəyik yükləri, yəni burada görünən qlobal oxlar. Ona görə də qlobal oxlar hələlik aktiv qalır. Y oxu ətrafında moment fırlandığına görə Y oxu aktivləşdiririk. Və seçirik momenti. Moment görünür mənfidir. Ona görə ki, saat oxu istiqamətində hərəkət edir. Yəni mənfi 2 ton veriləcək. Bu elementlərə qüvvəni verməklə ötəri Select elementlə seçirik. Artıq qüvvə olacaq X istiqamətində, qoyuruq X istiqamətində. Və düyün yox, elementə verilir. Keçirik element bölməsinə. Səpələnmiş yükdür. Seçirik və veririk 3 ton metrəyə. Ancaq mənfi olmalıdır. Mənfi 3 ton. İstiqaməti sağ tərəfədir. Və bu qüvvəni veririk. Trapezivari Z istiqamətində. Dəyişmək qüvvənin X oxu istiqamətindədir. Və 2 tondan 4 tona qədər dəyişir. 2 və 4 ton.
veririk 2 tondan 4 tona qədər trapesivari qüvvə. Qaldı bizdə 5 ton üfüqi yükü vermək. Bu isə 1 metr yuxarıdan və yaxud 3 metr aşağıdan məsafədə yerləşir. Yəni 1 metr burada göstərilib qüvvəyə qədər. Ona görə də biz seçirik elementi və yenə də elementə yük verilməkdə. Ancaq X istiqaməti təyin olunmalıdır. Qüvvə X istiqamətindədir. Veririk -5 ton və aşağıdan 3 metr məsafə. Metrindən ton. Qüvvələrin qiymətini görməkdən ötəri Flag of Drawings-ə giririk. 3-cü bölmədən, Display bölməsindən qüvvələrin görünməsinə və qüvvələrin qiymətlərinə, yəni Load and Load və qüvvənin qiymətinə quş qoyuruq. Qüvvələrin qiymətlərini görürük. Gördüyünüz kimi bütün elementlər 2 tavır, onluq 2 tavırla təyin olunması göstərilibdir. Ona görə də biz en kəsiyi təyin etmək üçün bütün elementləri seçirik. Keçirik Material Properties. Bu pəncərədə biz Add düyməsini sıxmaqla keçirik Metal Steel bölməsinə. I section, yəni 2 tavırlar seçirik burada. Növbəti isə buradakı sortamentlərdən hər hansını seçə bilərsiniz. Məsəl üçün götürə bilərik B tipli 2 tavırlar və yaxud digərləri. Yəni hal-hazırda onun hansı qiymətli olmağı vacib deyil. Yəni sortamentdə çoxlu sayda elementlər var. Götürək hansısa birini, olsun 10 B1. Bu siyahıda göstəriləcəkdir yaradılmış en kəsikləri. Hal-hazırda bir dənə en kəsiyi var, yalnız bu. Üstündəki və sol düyməni sıxırıq. Burada yaradılır. Sonra isə Apply vururuq. Artıq bu elementlərə verilibdir həmin en kəsiyi. Bəzi hallarda iş zamanı bir neçə düyün üst-üstə düşür, bir neçə element də üst-üstə düşə bilər kopyalamaq əmrindən istifadə edəndə və yaxud digər əmrlərdən istifadə edərkən. Ona görə də Park modeli basılmalıdır axırda ki, üstə düşən düyünlər birləşdirilsin. Və analiz bölməsində analiz düyməsi sıxılır. Hesabat bitir və Result bölməsində siz lazım olan qiymətləri ala bilərsiniz. Məsələn, normal qüvvələr, kəsici qüvvə, əyici momentlər. Yəni, bu qaydada da verilə bilər, diaqramlar qaydasında və yaxud rənglərlə də verilə bilər. Rəngli diaqramı ilə də verilə bilər. Hal-hazırda ekranda deformasiya olunmuş vəziyyətdə görünür sxem. İstəsəniz bu variantda da baxa bilərsiniz, deformasiya edilməmiş vəziyyətdə. Əgər qüvvələrin görünməsi sizə maneçik törədirsə, göstərə bilərsiniz burada.
Kəsilməz tirin hesablanması. Ekranda gördüyünüz kimi 2 aşırımlı və 2 metr uzunluğunda konsol olan kəsilməz tir göstərilmişdir. Birinci aşırımda səpələnmiş yük verilibdir 3 ton metrəyə. Konsolun ucunda isə 4 ton topa yük verilmişdir. Bunun hesablanması üçün Lira Sapr proqramını işə salırıq. Model Type bölməsində keçirik müstəvi məsələsinə 3 sərbəstlik dərəcəsi, 2 yer dəyişmə, 1 dönmə Y ox ətrafında. Məsələyə ad veririk. Ad verəndə simvollardan istifadə etmək olmaz. Yalnız hərf və rəqəm. Create and Edit bölməsində Frame alətindən istifadə edərək birinci bölmədə X istiqamətində gördüyünüz bu 5 metrəni və 2 metrəni işə sala bilərik, yaza bilərik. 5 metrdən bir dənə, 2 metrdən 2 ədəd. Sol tərəfdəki dayaq oynaqlı tərpənməz dayaqdır. X və Z istiqamətlərində reaksiyası var. Əlavə edirik. Növbəti 2 dayaqlarda isə yalnız Z oxu üzrə reaksiya var. Tətbiq edirik. Bizə lazımdır. Birinci aşırımda səpələnmiş yük verək və bu topa yükü əlavə edək. Enkəsi isə 2 tavır 10B1'dir. Seçirik birinci aşırım elementi Select Elements alətindən birinci aşırımı seçdik. Loads bölməsində Load on Bars, yəni tirlərə yük. Global sistemdə Z oxu üzrə tirlərə yük bölməsindən səpələnmiş yük veririk 3 ton metrəyə. Sonra isə Select Nodes aləti ilə düyün təyin olunur və Define Loads'da düyünlərə yük bölməsindən, Loads on Nodes bölməsindən Z istiqamətində yük verilir. 5 ton. Select Elements bölməsindən istifadə edərək çərçivəyə almaqla bütün hamısı seçilir və Material Properties'dən Stiffness bölməsində Add alətini işə salırsınız. Polad bölməsinə keçməklə I section'də, yəni 2 tavırlardan $10B1 enkəsikli 2 tavır təyin edilir. Bu siyahı da yaranır həmin enkəsi. Üstündə 2 dəfə sol düyməni sıxmaqla Stiffness bölməsinə keçir və Apply düyməsi, yəni tətbiq et düyməsi sıxılır. Sonda Park model sıxılmalıdır ki, üst-üstə düşən düyünlər birləşdirilsin və Analiz bölməsindən Analiz düyməsi sıxılır. Sonra isə Result bölməsindən siz artıq əyici momentləri görə bilərsiniz. İstəsəz diaqrama ilə, istəsəz bu qaydada. Bu alətlər deformasiya olunmuş vəziyyəti təyin edə bilər.